İzmir'e gedib Çeşməyə səfər etməmək mümkün deyil. İlk öncə onu deyim ki, mən Çeşməyə vuruldum. Yəni Türkiyənin ən gözəl yerlərindən biri və öncəsi mənə elə gəlir ki, Çeşmədir. Sahil boyu gəmilər, yaxtalar, balaca balıqçı gəmiləri, ümumən təbiəti o qədər gözəldir ki, sahildə gəzərkən insanın ruhu sakitləşir. Çeşmədə də ətraf turistlə doludur, onu qeyd edim və müxtəlif balıq restoranları var. Yəni Çeşmədə də qiymətlər turistik zona olduğu üçün digər yerlərə nisbətən bahadır. Sahil boyu olan bütün plyajlara giriş pulsuzdur. İstəsəniz dərin ya dayaz yerdə çimə bilərsiniz. Biz gördüyünüz kimi burada çimdik və suyun təmizliyinə baxın, billur kimi təmiz idi. Əlavə olaraq lijanka götürsəniz ya da geyinmə, soyunma otağına daxil olsanız adam başı 100 TL ödəməlisiniz. Amma mən burada gördüm ki, insanların çoxu bundan istifadə etmirdi. Oturub yeməkdə yedik və çıxışda 3 ədədi 100 TL-yə olan qarğıdalı aldıq. Qarğıdalı satan bizim Azərbaycanlı olduğumuzu bildikdə siz də bizdənsiniz. Bizim sizdən başqa dostumuz, sizin də bizdən başqa dostunuz yoxdur dedikdə çox sevindik. Biz də sizi öz qardaşımız kimi bilirik dedik və Çeşmə ziyarətimizi belə başa vurduq.